Ucar rayonuna gəldik. Demək buradan görürsünüz yəqin ki 199 kilometr. Axır ki Ucara da gəldik və bundan sonraki hədəfimiz inşallah ki Yevlaxa və ondan sonra təbii ki Qazax. Şükür Allah, həqiqətən yəni güc toplayırıq ki biz bu yolu tamamlayaq. Təbii ki motivasiya verici Qəhrəmanov Samir. Kansay. Sağ olsun, həqiqətən. Sonra da pəs etmədən. Əlbəttə. Salam olsun bütün ucarlılara. Hər birinizə salamlayıram. Yorulmayasınız. Demək, yəni turun özəlliyi, turun çətinliyi, turun hədiyəsi, spisalar 7 dənə spisa yol qırağında qırıldı. Yedi dənə spisa qırılıb, Ucara giririk inşallah. Yəqin orada usta olar. Usta olsa, inanın ki paylaşacağım. Samir qardaşım arxadan çəkimdə videonu. Təkər bildiyiniz razvaldadır. Bu vəziyyətdən gedirik. İnşallah düzəlsə bu spisalar. Usta tapsaq Qazaxa davam eləyəcək. Hə, qardaşlar, 7 dənə spisa qırılıb. Amma pəs eləmir də. Gedirik Ucara, inşallah Ucarda usta olsa düzəlsin, bunu düşsün, qoşsun, yolumuza davam eləyək. Deyib bizə lağınə Rəşad. Bu da 5-ci hadisədir. Təkər buraxıb. Düz Ucarın gələcəyində. Samir yenə də nəhayət. Harda deyim, baş gedim. Ucardan qismət oldu Samirə mənəmək yemək. Hamıda yumurtamız.